Herkese salam, kanalıma və yeni vloguma xoş gəlmisiniz. Necəsiz qızlar? İnşallah hər kəsin keyfi əhval yerindədir. Bizlər də çox şükür yaxşıyıq. Deməli, belə bir videom var idi. İstədim onu əvvəl yerləşdirim. Daha sonra digər vloglarıma davam edeyim. Keçən həftə dolma hazırlamışdım, 3 bacı dolması və çəkmişdim. Sonra isə heç bir şey çəkə bilmədim deyə elə qaldı bu video tək başına. İstəmədim silim. Bu cür əziyyət çəkmişəm, video çəkmişəm maraqlı. Ona görə də yerləşdirdim elə videonun əvvəlinə. Sizlərə də xoş izləmələr. Deməli, qızlar dolmanı hazırladım. Mən içərisinə burada biber var idi bir dənə, onu da əlavə elədim soğanı qovurarkən. Daha sonra qiyməni də qovurmuşdum, soğanın üzərinə əlavə elədim. Badımcanı da duzladım, qoydum ki acısı çıxsın. Pomidoru da ki belə içərisində bərk olan hissələri doğradım və tökdüm qiymənin üzərinə. Daha sonra bu qiyməni də qarışdırarkən reyhan da var idi, amma reyhanı vurmaq qiyməyə yadımdan çıxdı. Bizdə badımcan dolmasına kartofla da xoşlayırlar, ona görə də əlavə olaraq 5 dənə kartof da hazırladım. Belə içərisini oydum, almanın içərisini çıxardanla. Alt hissəsinə də kartofun özünü kəsib qoydum ki, ət falan qiymə yəni tökülməsin. Daha sonra badımcanın da acılığı çıxdı. Badımcanı və biberi tavada pörtdətdim. Mənim belə böyük bir tavam var. Həmişə 3 bacı dolmasını bu tavada hazırlayıram. Və içərisini də doldurduqdan sonra yadıma düşdü ki, reyhanı vurmamışam. Ona görə də reyhanı doğrayıb üzərinə əlavə eləyəcəm. Daha sonra bişməmişdən. Belə içlərini də doldurdum, qoydum tavaya bişsinlər. Çox da dadlı alınmışdı. Pomidorun suyunu da tökdüm üzərinə. Bayaqları pomidorun içərisindən çıxartdığım suyunu da əlavə elədim ki, soçlu olsun. Çox da dadlı idi. Düzdür, özüm yeməmişəm. Bir dənə badımcanın dadına baxmışam. Amma yəni bilirəm ki, 3 bacı dolmasını çox dadlı hazırlayıram. Özümü tərifləmək kimi çıxmasın. Burada isə səhər yeməyini hazırlayırdım qızlar. Qaynatam da bizdə qalır artıq neçə gündür. Səhər durdum elə gördüm ki, o da gedir şirniyyat yerindən simit falan bulkular alıb. Yəni ki, mənim diyeta saxlamağımı heç kəs istəmir evdə. Yemədim, o qədər də biraz dadına baxdım, amma çox yemədim. Daha sonra isə burada süfrəmizi hazırlayırdım ki, oturaq bir süfrəmizdə əyləşək, səhər yeməyimizi yeyək. Bilirsiniz ki, təmir gedir bizim həyətimizdə. Qaynatam gil özlərinə ev tikiblər. Artıq təmir gedir və son günlərdir ki, artıq təmirin bitməyinə az qalıb. İnşallah orada biraz ustalar falan çox işləyir, gedirlər, gəlirlər. Ona görə oranı sizə göstərə bilməmişəm, amma heç kim olmayanda düşüm ətraflı olaraq göstərim sizə. Çox gözəldir. İnşallah can sağlığı ilə yaşasınlar orada. İnşallah gəlin gəlsin həmin o evə. Yeni bir gəlin gəlsin, eltim gəlsin. Gözəl alınıb hər bir detalı. Evə girirsiniz, evdə insanın ürəyi açılır. Hər yer ağappaq, hər yer belə gözəl detallarla bəzədilib. Yəni insana çox xoş gəlir. İnşallah göstərəcəm, dediyim kimi fikrimdə var. Siz bir bunların yatmağına baxın da qızlar. Raul yanımda yatır, amma düşür, bir də gördünüz gecə oyanır, düşür Ajdanın yanında, uzanır və yerindən yuxuya gedir. Ajda isə heç otağında yatmaq istəmir. Ona görə də elə döşəyə atmışam. Artıq neçə vaxt ki, elə bizim otaqda yatırlar. Düzdür, neçə dəfə istəmişəm ki, keçsin öz otağında yatsın, amma deyir ki, qorxuram, yatmır. Burada isə qabları yığırdım. Biraz sehirbazlıq işləri gördüm. Bir tutma ilə hər bir şeyi həll elədim və keçdim digər qabları əllə yumağa. Burada isə qızlar aşqara bişirəcəkdim. Düyünü qoydum ki, islansın biraz və dondurucumda qara var idi. Həmin qaranı çıxartdım, əti də qaynatdım. Biraz əti qaynatdım ki, qaranın içərisində ətim az idi və ona görə əlavə olaraq ət qaynatdım. Mən bilirsiniz pəhrizdəyəm, yəni yemədim. Amma özüm üçün həmin günü biraz bulyonun suyu yazılmışdı pəhrizimdə. Bulyonun suyundan içdim. Artıq yeməyim hazırdır və gəldim burada sizlərə neçə vaxt bağlamalarım var idi.
Əslində bunları görmüsünüz. Açmışam bir dəfə. Sadəcə ortalıqda qalmışlar. İndi bugün fikrim var ki, bunların hamısını bura yığım. Onsuz uşaqlar yatmır bu kravatda. Elə belə bir əşyalar almışam. Hələ istifadə eləməyəcəm. Almışam, qalsın. İnşallah qismət olarsa başqa bir yerdə istifadə eləməyə fikrim var. Qismət olsa onu da sizinlə paylaşacağım. Amma hələ ki, yəni istifadə eləmirəm deyə qalıb elə ortalıqda. İndi yığacam hamısını yuxarı. Bir daha göstərim sizə. Bunu göstərməmişəm. Amma bu ikisini göstərmişəm. Burada nədir? Bunları Temu'dan almışdım. Qazan dəstidir. Bunları mən bedava ödül bir kampanya var idi. Onunla aldım. Hardasa 100 neçə manatlıq məhsul idi. Həmin o bedava ödül kampaniyası ilə mən bunu 70 manata, 50 manata qaytardılar. 70 manat ödəmiş oldum. Belə qazanlar almışdım. Qazanların qapaqlarıdır. Deməli qızlar, bunun içərisində bir ədəd böyük tavadır. Belə bir ədəd böyük tavasıdır. Bir ədəd belə qazança kimi bir şeydir. Bir ədəd də balaca yumurta tavasıdır. Və 2 ədəd də qazança. Hər hansısa bir yumurtanı falan qaynatmağa 2 ədəd də belə orta boy və balaca boy qazançalarıdır. Bu qazanların qupları bu cürdür. Buradan basırsınız, açılırlar. Alt hissədən də basanda bağlanır. Geçirirsiniz bura. Basan zaman artıq bu qazança halına gəlir. Qapaqları da var. Daha sonra belə qaşıq dəsti almışdım. Bunların qara rəngini istifadə edirəm mətbəximdə. Tuladır. Bunu da ağ rəngdə aldım ki, elə bu qazanlarımla dəst olsun. Belə qızartma eləməyə. Makaron üçün qaşıq. Daha sonra adı. Bu da buradan çıxdı. Və belə qarışdırıcı, bayaqdan qarışdırıcı axtarırdım. Bir də əlavə olaraq belə bir spatula dəsti aldım. Bu dəstə aid deyil bu. Bunu əlavə olaraq aldım. Bunun da içərisində 6 ədəddir. Fırçası və uzun kiçik spatulaları hamısı var. Və dəst bir şəklində istifadə edəcəm inşallah. Bunun qarasını dediyim kimi mətbəximdə istifadə edirəm. Çox razıyam. Və bunlar Temu'dandır qızlar. Bunu isə Trendyoldan almışdım. Candan ev tekstili mağazasından. Belə 4 dənə yastığı var. 2 rəng yorğan üzü rəngində, 2 rəng də pastelinin rəngində. Deməli 2 dənəsi bu xət olanlardır rəngi. O yorğan üzüdür, düyməlidir. Düymə ilə yorğan üzü. Bu isə 2 ədəd də pastelinin rəngində. Ümumilikdə 4 ədəd yastığı var. Bunlar da çox uyğun qiymətə almışdım. Birini 25 manata. Prostinası da rezinlidir. Açım göstərim sizə. Prostin hissəsi də baxın rezinlidir. 2 nəfərlik yataq üçün nəzərdə tutulub. Keçək indi digərini göstərim sizə. Digəri isə bu rənglərdə prostini. Bu da elə rezinli prostindir. Bunun da içərisində 2 ədəd prostin rəngində yastığı var. Yastıq üzü var. Və 2 ədəd də yorğan üzünün rəngində yastıq üzü var. Dəst şəklində. Bunun şəkillərindən çox xoşum gəlir. Neçə dəfə səbətimdə elə atmışdım, qalmışdı. Dedim elə endirim varkən alım. 30% endirimdən yararlanaraq almışdım. Və burada da belə yorğan üzüdür. Bunlar Trendyoldan, Candan tekstildəndir. Bunlar isə Temu'dandır. Qazanlarım və spatula dəstim
İndi 1-2 dənə məhsul yenə almışam. Onlar da gəlsin, onlar da sizinlə paylaşacağım. Dediyim kimi bunları hələ istifadə eləmirəm deyə yığacağam yuxarıya. Onsuz da orada uşaqlar yatmır. Belə şkafda çəkmişəm bura ki, çünki Raul çıxır arada. Yəni o yuxarıya artıq heç bir uşaq çıxmır. Ona görə də oranı yığacağam ki, sərgəli şəkildə bir yerdə qalsınlar hamısı. Və belə qızlar, bu da mənim İkinci cehizlərim deyərdim. Yenidən cehiz yığıram özümə. İnşallah xeyirlisi. İstifadə etməkdən qismət olar. O yenilikləri də sizinlə bölüşərəm tezliklə. Və artıq vlogumun sonuna gəldik. İzlədiyiniz üçün təşəkkür edirəm. Abunə olmağı və videonu da bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.